Bizə ən çox ünvanlanan suallardan biri də uşağımda skalyoz var. Müalicə aldığım zaman bu tamamen düzələcəkmi və yaxud tamamen aradan götürüləcəkmi? Müalicəyə qarantiya verirsinizmi? Biz müalicələrdə, müayinələrdə bu hallarla çox qarşılaşırıq. Dünyanın heç bir yerində, yəni bütün elmi məqalələrdə də sırf skalyozu müalicə etdiyin zaman dərəcəsində 15 dərəcə, 20 dərəcə aşağı düşəcək və yaxud tamamen sıfırlanacaq deyə heç bir elmi araşdırma yoxdur. Və dünyanın heç bir yerində də fizioterapiya mütəxəssisləri olsun, digər travmatoloq, ortoped həkimlər olsun, skalyozun konservativ müalicəsi ilə tamamilə sağalmasının qarantiyasını vermir. Burada önəmli nüans sizin uşağınızda olan skalyoz probleminə yanaşmanın necə olduğudur. Əgər sizin uşağınıza düzgün şəkildə yanaşma olursa, təbii ki, burada irəliləyişlər olacaq. Amma skalyozun bəzi növləri var ki, aqressiv irəliləyən skalyozlarda siz düzgün şəkildə müalicəni alsanız belə, bu arta bilir və yaxud maksimum onun artmağını saxlaya bilirik. Ona görə də hər hansı bir yerdə müalicə almağa getdiyiniz zaman orada ilkin sualınız mənim uşağımda neçə dərəcə skalyoz aşağı düşəcək, tamam düzələcəkmi yerinə mənim uşağıma nə tətbiq edəcəksiniz və mənim uşağımın müalicəsi ilə nə ilə məşğul olacaqsınız? Bu tərz suallar verməyiniz daha məsləhətlidir. Çünki əgər bütün skalyozun növləri konservativ müalicə ilə, şirot terapiya ilə və yaxud fizioterapiya ilə və yaxud korse müalicəsi ilə hamısı müalicə olsaydı, o zaman bunun cərrahisi olmazdı. Məntiq olaraq skalyozun bəzi növləri var ki, biz hər hansı bir konservativ müalicəni etsək də, bu daim artmağa meyilli ola bilir və bu işin səhv görüldüyü anlamına gəlmir. Ona görə də bütün skalyoz xəstələrində, bütün dünyada şirot terapiya olsun, əgər 20 dərəcə üstündədirsə korset tedavisi dəstək olaraq yanaşır və bəzi fizioterapiya ajanlarından istifadə olunur. Skalyoz bəzi hallarda tamamen düzəlmir, bəzən müalicə etsək də əməliyyata gedir, amma çox hallarda skalyozun növündən asılı olaraq da düzəlmələr əldə edə bilirik. Yəni onurğada düzəlmələr ola bilir, bütün xəstələrə bunu şamil etmək düzgün deyil.